Salam, hər vaxtınız xeyir olsun. Tromboz damar divarında qan laxtasının trombon formalaşması ilə xarakterizə olunur. Arteriya və venaların divarı zədələndikdə qanaxmanın qarşısını almaqdan ötürü trombosit və fibrin birləşərək laxta əmələ gətirir ki, buna tromb deyilir. Tromb damar divarından qopub qanla hərəkət edə bilir və buna embol deyilir. Əslində embol qorxulu bir haldır, çünki ürək və ağciyər arteriyasına hər an düşüb ölümlə nəticələnə bilir. Bundan ötürü də tromboz diaqnozu qoyulubsa, müalicə həkiminizə müraciət etməlisiniz və müayinələrdən keçməlisiniz. Bu günləri tromboz zamanı hansı məhsullardan istifadəsi vacib olan məhsulların adını çəkmək istəyirəm və hansı məhsullar istifadə etməsi qəti qadağandır, o barədə bəzi məhsulları sizin nəzərinizə çatdırmaq istəyirəm. Birinci növbədə trombozda istifadəsi vacib olan məhsulların adını deyim. Birinci sudur. Gün ərzində 1,5-2 litrə qədər su qəbul etmək vacibdir. Su qanın laxtalanmasının qarşısını alır, trombun tez əriməsinə köməklik göstərir. İkincisi, sarımsaq və soğan qanın laxtalanmasının qarşısını alır, qanın durulaşmasına köməklik göstərir. Üçüncüsü, çuğundur. Çuğundur bağırsaqların fəaliyyətinə yaxşı təsir göstərir. Qəbizliyin qarşısını alır. Əslində, tromboz zamanı qəbizliyə qəti yol vermək olmaz. Çünki qəbizlik periton daxili təzyiqin qalxmasına səbəb olur. Venoz qanın axınının çətinləşdirir. Bu da qanın laxtalanmasına səbəb olur. Və qanın tromboz zamanı hansı məhsulları qəbul etmək olmaz, istifadə etmək olmaz, o barədə bəzi fikirlərimi çatdırım. Birincisi, burada spirtli içkilərdir. Spirtli içkilər qanın laxtalanmasına səbəb olur və bunlar qanı qatılaşdırır. İkincisi, tərkibində vitamin K olan məhsulları trombozda istifadə etmək olmaz. Bu məhsullar əsasən göyərti, şumur, reyhan və brokkolidir. Bunlar qanı qatılaşdırır, çünki vitamin K qanaxmalarda istifadə olunur və bu qanı qatılaşdırma xüsusiyyətinə malikdir. Üçüncüsü, duzlu və hissə verilmiş məhsullar. Duzlu və hissə verilmiş məhsullar qaraciyərin fəaliyyətini çətinləşdirir. Qaraciyər qanı durulaşdıran fermentlər və zulallar hasil edir və əgər duzlu və hissə verilmiş qidalar qəbul etdikdə qaraciyərin bu fəaliyyəti zəifləmiş olur və qan qatılaşır. Eyni zamanda mədalatı vəznin də fəaliyyəti zəifləmiş olur. Duzlu və hissə verilmiş qidalar qəbul edildikdə bunlar suyu özünə çəkdiyindən susuzlaşmaya və eyni zamanda qanın qatılaşmasına səbəb olur. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.